Herkese selamlar dostlarım, ben Esker. Bugünkü videomuzda dostlar programlarımı göstereceğim dostlar size. Oyun çəkmədim, bağışlayın. Sabahları yeni bir dənə oyun çəkərəm, baxarsınız. Zula istəyən var, bəlkə Zula çəkirim. İndi dostlar, bu abunə ol butonunu da qoydum, yəni abunə olsunuz deyərəm. Yəni közünüzə bir dənə dəyər deyə abunə ol, yəni abunə olsun sevinərəm. Burada da altda var, yəni altda var abunə ol butonu. Ona da basıp benim kanalıma abone olabilirsiniz. Neyse. İndi montaj programlarını göstereceğim size. İndi en birincisi Handbrink de böyle Handbrink bu programdaki dostlar, yani daxil olaq. Videolarını məsəl üçün 59 dəqiqə, 58 dəqiqə çəkirsiniz. Onu istəyirsinizsə tez geçsin, 1 saat uzaqbaşı geçsin. Onu Handbrake'den düzəldirsin. Yəni videonu məsəl üçün megabaytını azaldır ki, gözəldir. Buradan dostlar fayl girirsiniz. Fayl. Bir dənə video seçirsiniz buradan. Hər hangisi bir dənə gözəl, yaxşı video, purusu video yoxdur. Video seçəndən sonra video seçdiniz məsəl üçün oturit basan kimi. Sonra oturitlə isə burayı basırsınız. Bu, yəni bastınız. Və buradan bir dənə nəsə adı qoyursunuz altdan. Sonra bunu basırsınız. Scotch hattı nədir? Neyse onu bastınız. Sonra starı basırsınız. Buradan yaşlı nəsə yüklənir. Yüklənəndən qurtarandan sonra burada hara qoymaq istəyirsiniz videomuzu. Mən ekran düz burası məsələn burada çıxacaq. Mən ora qoyuram. Starı basıram və yüklənir və atıram YouTube'a. Belə. Sonra İkinci dostlar, Sony Vegas Movie Studio idi, yani və Sony Vegas Pro 11'dir dostlar adı. Çox gözəl proqramdır, gözəl edit eləmək olar. Buna da daxil olaq, bunu da öyrənim. Məndə prosta Adobe Premiere Adobe Pro var idi məndə, amma onu sildim. Çünki Adobe Pro'da ancaq şəkil yad qoyursan, altdan da yazı yazsan, nəsə yazı yad qoymaq olur. Amma onu da yükləyəcəm. Bundan sonra yəni şəkil yad qoyacağam. Öz şəklimi qorxunuz, gülməli, məndən elə şəkillə qoyacağam, Enes Batur kimi. Sonra gəldi dostlar. Yəni görürsünüz bu çıxacaq qabağınıza. Buradan bir dənə video seçirsiniz yenə də. Buradan video seçəndən sonra videomuz gəlir bura. Burada videonu tez eləmək var, yavaş eləmək də var dostlar. Onun öz qərarınızdır. Asad bir proqramdır dostlar. Mən bundan işləyirəm ən çox. Yəni videolarımı qutarandan sonra burada işləyirəm, eləyirəm, effekt yat qoyuram ki, yəni maraqlı, gözəl olsun. Nəysə. Sonra Open Browser'dir. Open diye. Ben buna Open deyirəm. Bu da video seçmə proqramıdır. Gözəl proqramdır. Hamısının bu gördüklərimizin aşağıda linkini verəcəm. İndirəsiniz. Mən ekran videosu çəkəndə ən çox bandizam var. Oyun videosu çəkəndə isə Open-dən istifadə edirəm. Hərdən o da bandizam da var. Mən sağ olsun bandizam da var. Mikrofon biraz səsini alaq. Bunu vermişəm mən. Bunu da bilirsiniz dostlar. Ayarlardan yeni ayarlar girsiniz. Dostlar bu Türkçe qalsın. Sonra kodlan var, o qalsın heç. Yayın ayarları var. Burada istəyirsinizsə hara düşsün videomuz, oradan ayarlayırsınız. Videoda buradan görüntüsünü seçirsiniz, nə qədər tutsun, yəni hesablayırsınız buradan nə qədər tutması lazımdır. Bəlkə yəni buralar istəmirsiniz tutsun, oradan qoyursunuz, nəysə. Səs isə səsdən dostlar mikrofondursa mikrofon edirsiniz. Mikrofon edirsiniz. Yenidən başlat da var. Yenidən başlat mikrofonu ya da silinəcək. Yəni devre dışı buraxıb olacaq. Ona görə mikrofon olsun. Yəni mikrofon üçün yəni rahat olar. Sonra kısa yol tuşları var. Ona basaq. Bunlara heç əl vurması dostlar. Bunlar yəni ait deyil. Geçmişdə sonra burada heç də normal bunlar belə qalsın. Yəni gördüyünüz kimi mən kimi belə qalsın. Bu da belə qalsın. Buna heç vaxt bu belə olmalıdır. Əsası bu belə eləyin yəni.
99 nə qədərsə. Bu yəni Wi-Fi nədirsə, yəni Wi-Fi açmaq üçündür, amma bunu eləyin, yəni olmaz, yəni onu qoymayın. Onu bağlayın. Sonra nədir? Sonra mikrofon yeridir bura. Buradan da sonra mikrofonunuz səsini alırsınız, səsini verirsiniz. Mən burada düzəldirəm özəndə. Baxın səsim gəlir. Görürsünüz səsi. Salam aleyküm. Görürsünüz gedir gəlir. O mənim səsimdir yəni. Sonra səhnə nə? Səhnə dəyişdirici var. Burada da heç nəyə əl vurması çalışmıyor. Burada yazılır. Onu başlatıb asırsınız ki, yəni video çəkəndə. Yəni video çəkirməyə. Baxma sifətimə. Baxma sifətimə. Baxın indi video çəkir. Hey guys, my name is Birba. Görürsünüz orada burada görsənin yəni səsi düşür. Nəysə. Videonu dayandırın. Dayandır videonu ay bala. Durdur. Bu qədər dostlar. Gördüğünüz kimi yəni bunu da elədim. Bu da dağılmasın. Sonra yükləmirəm. Bunu yox elədim, yəni yükləməsin. Sonra dostlar, buradan heç nə keçək 4-cüyə Bandicam, ən əsası Bandicamdır. Əsası Bandicam ilə işləyir də. Dostlar, Bandicamla indi video çəkirəm. İndi heç nə eləyə bilmərəm. Görürsünüz alınmır. Mənim üçün pis olur. Video çəkməyə dostlar, ekran videosu budur. Oyun videosuna bura basan kimi dostlar, girirsən hansı oyuna. Burada 60, 70, 80, 90 yazılacaq. Yaşıl. Sonra burada seçirsiniz yəni. Burada durakla qısa yolu. Yəni o birisi pauzadır, o 1-dir. Kaydet durdur qısa yolu isə yəni o videonu həm başlatma, həm də söndürməkdir. Əsas o F12 idi. Mən onu dəyişdirdim. 2 qoydum. Mənim üçün rahat olsun. Çünki W-nun yuxarısındadır. Mənim üçün rahatdır. Sonra şəkil də budur. Dostlar, indi qalan hamısı heç bir başa salmayacağım. Çünki videom birinci gedər. Nəysə. Camtasia Studio 7 məndə var. 8 var idi. Onu sildim. Amma alınmadı. Yəni ondan işləyə bilirəm. Ən rahatı elə odur. Çünki orada gözəl hər şey, yəni eləmək olur. Bu da mənim gözəl proqramlarımdan biridir. Sonra Zagruska nəsə. Buradan dostlar bir dənə yeni video seçirsiniz buradan. Məsəl üçün bunu. Açılır burada dostlar. Bunu sürüşdürürsünüz yavaşca bura, atdınız bura. Sonra səsləri ya da düzəlir. Buradan sonra videonun YouTube şəklində görsənməsini istəyirsinizsə, deyəsən bunu hansı bu eləyir düz deyəsən. Mən bildiyim qədər. Yox, səhvdir. Nəysə, buradan mən bilmirəm dəqiq bilmirəm yəni. Mən bunu eləyim. Nəysə, dəqiq bilmirəm. İndi videonu başladaq. Görürsünüz, səsi az çıxır. Yəni heç çıxmır. Onu da düzəlmək üçün audio gəlirsiniz. Bunlar işləyir. Audio gəlirsiniz. Səsi artırırsınız. Yəni %100 eləyirsiniz bu səfər. Çünki səsiniz yaxşı çıxsın. Görürsünüz, qalınlaşır orada. Baxın, indi səsə baxın. Video, mən qaçıram. Qaç. Xodun yadını verməmişim dostlar. Allah, canımız gedir. Allah, qaç. Bu qədər dostlar, bunu buradan artırın ki, yəni bu qalınlaşsın biraz, çünki səsiniz rahat çıxsın. Sonra audio sitədən də siz düzəldə bilirsiniz artıq, onu da mən deməyim. Sonra burada məsəl üçün bunu seçirsiniz, burada göy rəngdə. Məsəl üçün burada nəsə yazmaq istəyirsinizsə. Abone ol. Neyse, bunu belə eləyirsiniz. O sizə qalıb da artıq belə. Məsəl belə. O özünüz bilərsiniz. Onu istəyirsiniz sadə də eləmək, onu qaldırmanın yolu da var məsəl üçün. Bunu yox eləyək burada. Rədd ol.
Nəysə. Bunu sadə də eləməyin yolu çoxdur. Nəysə sadə eləyərsiniz özünüz. Buradan deyim T-ya girirsiniz. Buradan sadə, yəni yazı ilə yazırsınız. Nəsə nə yazmaq istəyirsə, məsələn, abunə ol məndən bu sifətinə bax. O sizə qalır. Deyə baxın. Məsələn, belə düzəldə bilirsiniz üstünə, məsələn, nəsə yazmaq olar. Nəysə. Bu qədər. Yəni sonra burada nəsə effekt olur. Burada da olur, bəli, burada da olur. Burada şəkil düzəldirsiniz burada necə lazımdır. Yəni boynu qısaldırsınız. Web kamerasını göstərmək istəyirsinizsə, məsələn. Hər kəs salamlar dostlar, mən istəyirəm. Bugünkü videomuzda dostlar GTA San Andreas'da mod oynayacağıq. Yəni hamı bir-birini qırır. Həm də bir dənə gözəl şalvar tapdım. Baxın. Yəni özüm bir dənə mod. Görürsünüz dostlar, bunu web kameramızı düzəldirik. Elədim mega bədən, mega bədən. Buradan effektini qurursunuz. Onu da mən dəqiq bilmirəm, yəni yalan deyərəm. Sonra video çəkmək istəyirsinizsə buradan, yəni hər hansısa video çəkmək istəyirsinizsə, deyəsən bura basırsınız, hə? Bax. Səsim düşür. Diş. Nəysə bunu basırsınız, burada altda nəsə olacaq, o video çəkir artıq. Nəysə. Sonrası bunlar sizə aid deyil. Dostlar, buradan siz qurulmasınız bəlkə. Sonra bunlar var, bu var. Bunlar aid deyil. Əsas bu mən dediklərimi eləsiz yaxşı olar. Buradan böyükləşdirirsiniz, balacalaşdırırsınız. O sizin işinizdir yenə də. İndi buradan da bir şəkil öyrətdim. Yenə də məsələn üstünə şəkil qoymaq istəyirsinizsə, bunu da götürüb buradan bir dənə yükləyirsiniz. Məsələn baxın, abunə ol butonunu. Bunu atırsınız bura. Deyə baxın. Çıxdı. Məsələn, abunə ol butonunu qoya bilmirsinizsə, elə bunu da buradan yerləşdirin. Tıklı. Abunə ol. Baxın. Görürsünüz dostlar. Burada yəni belə də uzada bilirsiniz, baxın. Belə. Ya da bunu belə də eləmək olar əsası, yəni. Kompüter çox, yəni çətin də deməyə, asaddır, yəni belə. Baxır adam necə eləyir. Bəli. Sonra proqramlarından bir dənə bu var idi, bəli. Yükləmə, taşıb yükləyib eləyərsən bala. Sonra Medigit yükləmədir. Keymaker o bandicamı full eləməkdir. Audisy'yə gələk. Audisy'dən mən səsimi düzəlmirəm. Çünki səsim rahat gəlir. Bəzi vaxtlarda səsim pis olur. Baxın, səsimi buradan düzəldə bilirəm. Deyən aman evladı, şanlı vətəni, səndən öldürəcəm. Nəysə, dayan. Səsinizi görürsünüz dostlar. Görürsünüz dostlar, dayan mal. Görürsünüz dostlar, səsimin necə çıxır. Mən burada artıq düzəlmirəm. Çünki baxın, burada çox nizi, baxın, görürsünüz bu nizilər var bu yerdə. Onlar səsə eləmək üçündür. Onu da buradan düzəldirsiniz. Yəni dosyadan yaddan düzəldirsiniz. O mən düzəldirəm özüm. Bir gün onun üçün də video çəkərəm. Sonra nəysə. Ay, sonra sən işim görəm. Sonra Podscape var. Podscape'dır deyəsən. Orada da şəkil də qoymaq olur. Adobe kimi bir şeydir. Amma Adobe'dən zayıfdır biraz. Adobe ondan güclüdür. Yəni baxaq, mən deyəcəm, o girsin, gir tez. Orada lap asaddır, yəni bir dənə şəkil götürürsünüz, yəni öz şəklinizi də götürə bilərsiniz. Məsəl üçün web kameranızı çəkirsiniz, məsələn girək bura, ora girirsiniz. Üçdə məsəl üçün yazı eləmək istəyirsinizsə, o da asaddır. Birinci bir şəkil qoymalısan. Burada video olmur. Burada bir dənə şəkil qoyursunuz dostlar. Üstə introya da eləyirsiniz. Introya da şəkil qoyursunuz.
Bu asaddır dostlar. Neyse, gizləmə. Подождите. Перед тем, как вы уйдете, нажмите. Gizlədi. Özünü itirdi. Özünü bıraktı. Sonra Fraps da güzel proqramdır dostlar. Fraps'a baxaq. Fraps'da da mən nə edirəm ha? Fraps'da isə Fraps lap asandır dostlar. Fraps həm video, həm də oyun videosu çəkmək üçündür. Bu full versiyası, kitayski versiyası olmur. Çünki bu elə həmişə fullu. Buradan bu oyun videosu çəkmək üçündür dostlar. Buna özünüz qurursunuz hansını istəyir. Məsəl üçün mən bunu qoyuram 4. 5 dənə video çəkir. Yox, 5 dənə pauzadır. 11 dənə isə video başlatmaq. Məsəl üçün 8 video başlatmaq, 5 oyun çəkmək. Belə. İndi harasa düşmək istəyir, harasa düşsün. Bax, məsəl üçün düşsün düz kompüterin burasına, bax, kompüter yerinə. Yəni düz bura, məsəl üçün bura düşsün. İstəyirsinizsə, elə onu eləyirsiniz. Yəni bu olmalıdır. Oku basırsınız, söp. Sonra videoyu çəkəndən sonra qutarsınız, 8-ə basanda video çəkir, pauza isə 5-dir. Amma video oyuna girin, sonra oradan ya görəcəksiniz yaşlı nəsə var, pandisam kimi bir şeydir. Burada da ekran videosu çəkmək üçündür. Burada da bunu belə eləyin və düzələcək. Nəysə. Buradan çıxaq. Nəysə dostlar, bu videomu da bitirirəm. Kanala abunə olub, yorum atmağı və like atsanız mən sevinərəm dostlar. Çünki bu video biraz uzun çəkdi. Çünki onunla nə qədər video montajlayacağam, fotojetdən, o tərəfdən effekt eləyəcəm. Ona görə zəhmət olmasa 2 saniyənizi ayırıb videoyu bəyənməyi də unutmayın. Görüşənə qədər dostlar. Sağ olun.